Uşaqların diqqətini rəngli kubiklərə yönəldirəm. Baxın, nə gözəl rəngli kubiklərimiz var. Qırmızı kubik, sarı kubik, yaşıl kubik, mavi kubik. Hər birinin öz rəngi var. Gəlin kubikləri müqayisə edək. Bu böyük kubikdir. Bu isə kiçik kubikdir. Böyük kubik daha hündür görünür. Kiçik kubik isə daha balacadır. Uşaqlar kubikləri böyükdən kiçiyə, sonra isə kiçikdən böyüyə sıralayırlar. Beləliklə onlar ölçüləri müqayisə etməyi öyrənirlər. Kubiklərlə oynayarkən rəngləri tanıyır, böyük və kiçik anlayışlarını möhkəmləndiririk. Uşaqlar diqqətlə baxır, düşünür, seçir və öyrənirlər. Afərin balalar, siz rəngləri tanıyır, kubikləri ölçülərinə görə fərqləndirir və yeni biliklər qazanırsınız. Oyun oynaya-oynaya öyrənmək çox maraqlıdır.